ABŞ hökuməti illərdir məxfi saxladığı UNO sənədlərini bir-bir açıqlayır və hər dəfə yeni suallar yaranır. Bəs görəsən, həqiqətənmi yerə başqa sivilizasiyalar gəlib? Yoxsa bütün bunlar insanların təsəvvürünün məhsuludur? Maraqlıdır ki, bu mövzunun izi təkcə Amerikada deyil, Azərbaycanda da var. Bugün Top 5-də UNO və yad planetlərlə bağlı ən maraqlı 5 faktı sizinlə paylaşacağıq. Sonuncu fakt isə böyük ehtimalla indiyə qədər eşitmədiyiniz ən qəribə elmi fərziyyələrdən biri olacaq. İlk fakt elə Azərbaycanla bağlıdır. Maraqlıdır ki, 1980-ci illərin sonu və 90-cı illərin əvvəllərində Azərbaycanın müxtəlif bölgələrindən səmada qəribə işıqlar və naməlum obyektlərlə bağlı iddialar sürətlə yayılmağa başladı. Bir çox insan gördüklərinin uçan naməlum obyektlər olduğunu düşünürdü. Ən maraqlısı isə odur ki, bundan əvvəl Azərbaycanda bu mövzu demək olar ki, gündəmdə olmayıb. İnternetdə apardığımız araşdırmalar göstərir ki, bu tendensiya təkcə Azərbaycanda deyil. Ümumilikdə SSR və Qafqaz regionunda da məhz 1980-ci illərin sonlarından etibarən geniş yayılmağa başlayıb. Bunun əsas səbəblərindən biri isə 1980-ci illərdə Sovet hökumətinin informasiya üzərində nəzarətinin əvvəlki illərlə müqayisədə xeyli zəifləməsi oldu. Xarici filmlər, televiziya proqramları, elmi fantastik əsərlər və qərb mediasında yayılan UNO xəbərləri artıq Sovet məkanına daha rahat daxil olurdu. Nəticədə insanlar əvvəllər adi atmosfer hadisəsi, meteor, planet və ya izah edə bilmədikləri işıqları gördükdə buna xüsusi əhəmiyyət vermirdilərsə, artıq UNO və yad planetlər haqqında daha çox məlumat əldə etdikdən sonra həmin hadisələri fərqli cür qiymətləndirməyə başladılar. Əlbəttə, bu həmin dövrdə baş verən bütün müşahidələrin yanlış olduğu anlamına gəlmir. Sadəcə, bugünə qədər Azərbaycanda yad planetlərin və ya yerə məxsus olmayan texnologiyanın mövcudluğunu təsdiqləyən hər hansı rəsmi sənəd və ya elmi sübut yoxdur. Amma maraqlıdır ki, illər sonra ABŞ-də məxfiliyi qismən aradan qaldırılan sənədlərdən birində Azərbaycanın adı ortaya çıxır. Bildiyimiz kimi, ABŞ-də məlumat azadlığı qanunu çərçivəsində illərdir müxtəlif dövlət sənədlərinin məxfiliyi mərhələli şəkildə aradan qaldırılır. Həmin sənədlərdən biri də 20F0163 nömrəli sənəddir. Sənədin bəzi hissələri redaktə olunsa da, açıq qalan mətnlərdə UNO, yaxud indiki rəsmi adı ilə desək, naməlum anormal fenomenlərin araşdırılması və Azərbaycanla tərəfdaşlıq barədə qeydlər yer alır. Bu sənəd Azərbaycanda yad planetlərin olduğu və ya belə hadisələrin baş verdiyi barədə heç bir məlumat vermir. Tədqiqatçıların da əksəriyyəti hesab edir ki, söhbət Azərbaycanın strateji coğrafi mövqeyindən istifadə etməklə regional müşahidə və aşkarlama imkanlarının gücləndirilməsindən gedir. Yəni, burada əsas məsələ böyük ehtimalla yad planetlər yox, hava məkanında baş verən naməlum hadisələrin daha effektiv izlənilməsi olub. Bununla belə, Azərbaycanın adının UNO araşdırmaları ilə bağlı məxfiliyi açılmış ABŞ sənədində hallanması kifayət qədər maraqlı faktdır. Ancaq ABŞ-ni bu mövzuda maraqlı edən təkcə rəsmi sənədlər deyil. Əslində, bugün bütün dünyanın tanıdığı yad planetli obrazının formalaşmasında da Amerikanın rolu çox böyük olub. Diqqət etmisinizsə, 20-ci əsrin ortalarından etibarən məhz ABŞ-də UNO və yad planetlər mövzusu kütləvi mədəniyyətin ayrılmaz hissəsinə çevrilməyə başladı. Xüsusilə 1947-ci ildə baş vermiş məşhur Roswell hadisəsindən sonra bu mövzu tamamilə yeni mərhələyə keçdi. Ardıcıl olaraq yüzlərlə film, serial, sənədli film, televiziya proqramı və qəzet reportajları yayımlandı. Bir müddət sonra boz rəngli böyük gözlü yad planetli obrazı demək olar ki, bütün dünyada tanınan simvola çevrildi. Bəzi tədqiqatçılar hesab edirlər ki, bunun nəticəsində insanlar zaman keçdikcə yad planeti anlayışına psixoloji cəhətdən alışmağa başladılar. Artıq səmada qəribə işıq görəndə və ya naməlum obyekt haqqında xəbər eşidəndə əvvəlki qədər təəccüblənmədilər. Məhz bu dövrdə çoxsaylı konspirasiya nəzəriyyələri də ortaya çıxdı. Onlardan birinə görə gələcəkdə baş verə biləcək böyük geosiyasi hadisə və ya qlobal təhlükə güya yad planetli hücumu kimi təqdim oluna bilər. Hətta bəzi versiyalarda bunun qabaqcıl texnologiyalar vasitəsilə dövlətlər tərəfindən səhnələşdirilə biləcəyi də iddia olunur. Əlbəttə, bu iddiaları təsdiqləyən heç bir sübut yoxdur. Amma maraqlıdır ki, UNO mövzusunun bu qədər məşhurlaşmasında təkcə Hollywood yox, real hadisə kimi təqdim olunan bəzi hekayələr də böyük rol oynayıb. Onlardan ən məşhurlarından biri elə danışdığımız dövrdə ortaya çıxdı. 1961-ci ilin sentyabrında
ABŞ-nin New Hampshire ştatında yaşayan Betty və Barney Hill gecə avtomobillə evə qayıdarkən səmada qəribə işıqlar gördüklərini bildirdilər. Onların sözlərinə görə naməlum obyekt avtomobili izləyib və bundan sonra yaddaşlarında təxminən 2 saatlıq boşluq yaranıb. Bir müddət sonra cütlük hipnoz seansları zamanı iddia etdi ki, naməlum varlıqlar tərəfindən kosmik gəmiyə aparılıblar və tibbi müayinədən keçiriliblər. Bu hadisə bütün Amerikada böyük sensasiya yaratdı. Qəzetlər aylarla bu barədə yazdı. Kitablar nəşr olundu, filmlər çəkildi və nəticədə minlərlə insan oxşar hadisələr yaşadığını iddia etməyə başladı. Bugünə qədər həmin hadisənin həqiqətən baş verib vermədiyi məlum deyil. Bəzi psixoloqlar bunu hipnoz zamanı yaranan saxta xatirələrlə izah edir. Digərləri isə hadisənin hələ də tam izah olunmadığını düşünür. Amma bunun cəmiyyətə təsiri danılmaz idi və vaxt keçdikcə bu mövzu ABŞ-də o qədər populyarlaşdı ki, Fövqəladə Hallar üzrə dərsliklərə də daxil edildi. 1992-ci ildə ABŞ Milli Yanğın Akademiyasının istifadə etdiyi dərsliklərdə ayrıca bir bölmə UNO hadisələrinə həsr edilmişdi. İlk baxışdan bu çox qəribə görünür. Ancaq kitabın müəllifləri heç yerdə yad planetlər mövcuddur demirlər. Əsas fikir tamam başqadır. Onlar yazırlar ki, istər həqiqi UNO hadisəsi baş versin, istərsə də insanlar buna inansın. Hər iki halda geniş miqyaslı panika, rabitə problemləri, elektrik kəsintiləri və ictimai xaos yarana bilər. Ona görə də fövqəladə hallar planlarında belə ssenarilər nəzərə alınmalıdır. Yəni, burada məqsəd yad planetləri təsdiqləmək deyil, İnsanların reaksiyasına hazır olmaq idi. Bu fakt göstərir ki, 20-ci əsrin sonlarında UNO mövzusu artıq təkcə fantastika deyil, risk ssenarilərindən biri kimi də müzakirə olunurdu. Və nəhayət videonun əvvəlində söz verdiyimiz ən maraqlı fakta gəldik və bu fakt nə ABŞ, nə də uçan naməlum obyektlərlə bağlıdır. Söhbət okeanların ən sirli canlılarından biri hesab olunan osminoqlardan gedir. Osminoqlar qeyri-adi zəkaları, mürəkkəb sinir sistemi, rəng və forma dəyişdirmə qabiliyyəti, problem həll etməsi və hətta alətlərdən istifadə etməsi ilə uzun illərdir alimləri heyrətləndirir. 2018-ci ildə bir qrup tədqiqatçı panspermiya adlı fərziyyəni müzakirə edən elmi məqalədə maraqlı bir ehtimal irəli sürdü. Onlar iddia edirdilər ki, milyonlarla il əvvəl yerə düşən kometa və ya meteorlar osminoqların əcdadlarına aid yumurta və ya genetik materialları kosmosdan gətirmiş ola bilər. Başqa sözlə, bəlkə də osminoqlar bizim illərdir kosmosda axtarışına çıxdığımız yad planetlərdir. Belə dostlar, ümid edirəm bu top 5 sizin üçün maraqlı oldu. Hər həftə elm, texnologiya və ümumi dünya görüşü ilə bağlı ən maraqlı videoları izləmək üçün elə indi kanalımıza abunə olun. Həmçinin hər gün yeni və maraqlı məlumatlar paylaşdığımız Alt 404 Instagram səhifəsini də izləməyi unutmayın. Səhifəmizin linkini videonun aşağısında yerləşdirmişik. Hələlik.